Saxta qidalar, genetik qidalar falan buna nəzarət olmalıdır ki, insanların uşaqlarda təsəvvür edin ki, hormonal qidalar hətta cinsi orientasiyanın dəyişməsinə qədər gətirir. Bəli. Bu biz indiki oğlan uşaqlarının formasına baxırsınız, qadınyana bir formadadır. Yerişi, bədən quruluşu falanı. O belə ola bilməz. Bu hormonal balansı dəyişir bu qidalar. Bu dayandırılmalıdır bu məsələ. Yəni ki, qidalardan danışaq. Elə qidalarla yəni qida terroru elə oradan başlayır. Təkcə çürümüş və ya istifadəyə yararsız başqa şeydir, təhlükəli başqa şeydir. Onlardan elə. Deməli, insan qidadan ibarətdir, qidadan formalaşır. Bizim bütün düşüncəmiz belə qidadan formalaşır, psixologiyamız qidalardan formalaşır. Çünki qidalar təmin eləyir beyni müəyyən maddələrlə, bizim yaddaşımızı, düşüncəmizi, şuurumuzu. Məsələn, sağlam bədəndə niyə deyirlər sağlam ruh olar? Əgər orqanlar sağlam deyilsə, o sağlam fikir yürüdə bilməz, sağlam yanaşma qoya bilməz, sağlam həyat tərzi eləyə bilməz. Deməli, bu qidalar təkcə bioloji, fiziki bioloji zərər vurmur, həm də mənəvi psixoloji zərər vurur. Bu da elmi şəkildə 100 dəfələrlə sübut olunub ki, insan psixologiyasında qidaların təsiri hansı səviyyədədir. Bəzi qidalar var ki, insanda əsəb yaradır. Bəzi qidalar var, arsızlıq yaradır, laqeydlik yaradır. Bəziləri, nə deyirlər ona, yaradır, bu ifadə də yadımdan çıxdı. Süstlük təxminən belə bir şey yaradır insanda. Özünə qapılma. Məsələn, bu qidalarda bunun xarakteri var. Qidanın psixologiyaya təsiri haqqında elmlər var. Bu məlumdur. İndi burada məsələ nədir? Mən həmişə qidaların keyfiyyətinə yox, təhlükəliliyinə diqqəti çəkirəm. Qida bir qədər keyfiyyətsiz ola bilər. Tutaq ki, meyvə tərəvəzarlıq biraz bürüşmüş, xarab ola bilər, biraz köhnəsə ola bilər. Amma bu dəhşətli bir təhlükədir. Çünki bu təbiətdən gəlir, biolojidir. Amma kimyəvi maddələrlə 100 mindən artıq konservant var, kimyəvi maddələr. Bunların bir çoxu kanserogendir, birbaşa insanı məhv edir. Sonra genetik modifikasiya olunmuş, gen strukturu dəyişilmiş qidalar insan da genetikasını dəyişir. Sonsuzluğu yaradan səbəblərdən də biri odur. Çünki bu toxumlar reproduksiya vermir bunun özü. Bəli. Kalori yoxdur. Deməli, bunun tərkibində o maddələr yoxdur. Ondan əlavə müxtəlif süni fast food qidalar, müxtəlif kimyəvi məsələlər var ki, məsələn, qidanın özü yox, onun imitasiyasını yaradırlar. Tutaq ki, biz əvvəllər limonad içiriksə, məsələn, armud limonad içirdik, bu armuddan düzəlirdi. Konserv zavodlarına armud. İndi bu kimyəvi maddədən, bu artıq qida deyil, qidanın imitasiyasıdır. Biz artıq qəbul etdiyimiz qidalar qida deyil. Orqanizm onu qida kimi tanımır. Orqanizmin öz sistemi var, o bilir nə qidadır, onu götürmür. Deməli, biz qidanın imitasiyasını qəbul edirik, yəni ona oxşadılmış rəngi, dadı, ətri, görünüşü, effekti o qidaya oxşuyur. Amma onun içində qida deyə bir şey yoxdur. Bunlar da insanları xəstələndirir, psixoloji problemlər də yaradır. Hətta qidaların psixi problemlər yaratdığı da faktdır. Psixi problem yaradır. Psixi xəstəyə çevirir insanları bəzi süni qidalar. Təbii qidaların da psixologiya təsiri var. Məsəl üçün, ət qidası aqressivlik yaradır. Təbiidir. Amma aqressiya yaradır. Bu məlum faktdır dünyada. Ona görə də qədimdən həkimlər, insanlar danışmışlar deyirlər ki, ət yesəniz də çox az yeyin. Aqressiya yaradır. Bəzi qidalarda başqa məsələ, hətta təbii olanda da bu yaradır. Görün də sünnilər nə edir. Yəni bu məsələdə biz cəmiyyət və dövlət olaraq iki istiqamətdə əgər milli genofondumuzu qorumaq istəyiriksə, sağlam cəmiyyət yaratmaq istəyiriksə, iki istiqamətdə özümüzü qorumalıyıq. Bir, mənəvi psixoloji istiqamət. Bura nə daxildir? Bütün bu kimi təbliğatların qarşısı alınmalıdır. Çox ağır, sərt cəzalar qoyulmalıdır bunlara. Ailə dəyərləri əleyhinə, mənəvi dəyərlərimiz əleyhinə, tariximiz, şəxsiyyətlərimiz, adət-ənənələrimizi ləkələyənlərə qarşı, adını mentalitet sözünü təhqir kimi qoyub insanları aşağılayanlara qarşı ciddi cəzalar qoyulmalıdır. İkinci bir tərəf bioloji, fiziki sağlamlıq. Burada da insanların sağlam qidalanması, sağlam həyat tərzi, sağlam əmək şəraiti, sonra sağlam ev şəraiti, sağlam ekoloji şərait, bunlar təmin olunmalıdır ki, biz sağlam cəmiyyət formalaşdıraq.